Allah'ın selamı, rəhməti üzərinizə olsun. Əziz müsəlmanlar, Ramazan ayının təqvimini necə əldə etmək olar? Tez-tez soruşurlar və bunun çox rahat yolunu mən sizə buradan göstərirəm. Süleymaniye yazırsınız, Süleymaniye İmsakiye 2026 yazdık buraya. İndi tuşladıq mı? Baxın Süleymaniye təqvimi gəlir. Burası Türkiyə. İndi istədiyiniz ölkə, hansı ölkədə yerləşirsinizsə, o ölkənin birinci adını yazırsınız. Buraya Azərbaycan. Baxın, Azərbaycan burada. Gördünüz mü? Azərbaycan. Tuşladım. İstədiyiniz il və ya ilçə yazır. Baxın. İl. Harada yaşayırsınız? Məsəl üçün Bakıda və ya hər hansı bir şəhər Gəncə olsun. Har olur olsun. Bütün rayonlar, bütün şəhərlər burada göstərilir. Mən indi məsəl üçün Bakını tuşladım. Baxın, Bakı İmsakiye göstərir. Buraya basıram. Tuşladım, baxın, gördünüz mü? Bakı aylıq təqvim çıxdı. Aylıq Ramazan təqvimi. Allah Ramazanınızı, oruçlarınızı, namazlarınızı qəbul etsin. Həm namaz vaxtları var. Bax, bu sarı işarət altındakı vaxtlar sarı rəngdə. Ramazanın, yəni orucun girmə vaxtıdır. Artıq oruçlu olursunuz, yemək içməkdən kəsilirsiniz və digər sarı axşam iftar vaxtıdır. O vaxta qədər tutursunuz. Orada o vaxtın altında vaxt girdiyi zaman orucunuzu açmış olursunuz. Allah qəbul etsin.